maksimum dərəcədə belə deyək də qüvvə təzahürü. Bəli, az Sürət vaxtda çox qüvvə. Az vaxtda maksimum Bəli. qüvvə dedik, sürət güc hərəkət qabiliyyəti. Sürət hərəkət qabiliyyətinin tərkib hissələri, yəni komponentləri dedikdə hansıları nəzərdə tutulur? Hacı Baba müəllim? Sürətin komponenti, Aha, hərəkətin reaksiya tezliyi, bəli. maksimal qaçış sürəti, bir də tək hərəkətin icra tezliyi. Əla. Sürət güc hərəkət qabiliyyətinin komponentləri Tural müəllim, Sürət və sürətli qüvvə. sürət və Bəli. sürətli qüvvə. Doğrudur. Qüvvə. Deməli, sürət hərəkət qabiliyyətinin digər hərəkət qabiliyyətlərlə əlaqəsi Yaşar müəllim. Sürət qabiliyyəti, Aha, bir də səhv eləmirəmsə dözümlülük idi deyəsən müəllim. sürət hərəkət qabiliyyəti, sürət güc, qüvvə və Qüvvə, çeviklik. bəli, qüvvə və çeviklik. Sürət güc Yox, hərəkət sürəti qabiliyyəti, dediniz müəllim, sürət gücü dediniz. sürət hərəkət qabiliyyəti. Sürətli müəllim, qüvvə ilə çeviklikdir. Sürət güc, Ha. qüvvə və çeviklik. Hə, bağışlayın, mənim fikrim şeydə oldu. Elə bildim sürət gücüdən danışırsınız. Yaxşı, sürət gücü Tural müəllim desin. Hansılar idi? Sürət gücü, sürət, Və dözümlülük, yox. dözümlülük. Özümlük bədənin əlgənlik qabiliyyətində var. Bu gün deyəcəyik. Aha. Sürət gücdə qüvvə, bax deyir ya, az vaxt ərzində çox Qüvvə, düzdür, qüvvə. Sürət, qüvvə, qüvvə və sürət. Qüvvə. Sürət və qüvvə, düzdür. Hacı Baba müəllim, sürət hərəkət qabiliyyətinin funksional sistemlərlə əlaqəsi, hansı funksional sistemlərlə əlaqəsi var idi sürət hərəkət qabiliyyətinin? Dayaq hərəkət aparatı kimdir? Mən deyim müəllim, axşamınız xeyir. Axşamınız xeyir müəllimə. Xoş gəldiniz. Buyurun. Dayaq hərəkət aparatı, mərkəzi sinir sistemi, bir də əzələ. Əla. Əla. Sürət güc hərəkət qabiliyyəti hansı funksional sistemlərlə əlaqəlidir? Sürət güc. Aha. Deyin Zərfə müəllimə, siz deyin. Orada da müəllim mərkəzi sinir sistemi var. Sürət gücdə xeyr. Sürət gücdə deyirik, dayaq hərəkət aparatı, qüvvə, ürək damar sistemi. Sürət güc. Bəli. Daha sonra bir də sürət hərəkət qabiliyyətinin əlverişli yaş dövründə deyək. 12, 14. 11, 14. 11, 14. 11, 14. 11, 14. Hə, 11, 11. 11, 14. Sürət gücdə 12, 15. aha, 12, 15. aha. Yaxşı. Deyək ki, bir də nümunə çəkək bir-iki dənə sonra. Sürət gücü hansı istiqamətlərdə inkişaf elətdirəcəkdik? Dedi ki, İki istiqamətdə də aşağı ətraflarda yuxarı. belə bəli, aşağı ətraf vəzirlərinin atmalar, sürtülməsi. aşağı ətraflara yerin Aha, uzunluğa tullanma, qataraq uzunluğa tullanma, yuxarı ətraflara da atmalarda kiçik topun atılması. Düzdür. əla. Əla. Qızdırılmış topun atılması. Yaxşı, yerində belə bir sual verəcəm sizə. Baxın, müəllimə deyir ki, tullanmalar və s. aşağı ətraflarda sıçrayış elementi olan, tərkibində sıçrayış olan elementlərdə, düzdürmü? Belə bir sual qrupa da yazmışdım. Sədlərlə qaçış sürət gücü inkişaf etdirərmi müəllimlər? Sədlərlə qaçış. Bəli, sürət gücü inkişaf elətdirir. Sürət gücü. Hamı bəli deyir. Mən bəli deyirəm. Məncə də Bəli, müəllim sədlərlə qaçış. üzü inkişaf elətdirir. Aha. Sürət gücü. Baxın, müəllimlər, qrupa da atmışdım. PDF-i xahiş edirəm oxuyun. PDF-lər atdığım PDF-ləri oxuyun. Gəlin sizə qısa olaraq bu haqda informasiya verim. Əksər müəllimlərin, əksər metodistlərin bəzilərinin deyək, əksəriyyət deməyək, bəziləri yanlış informasiya verir. Sədlərlə qaçışı sürət gücə aid eləyir. Yəni, qınamıram, müəllimlərimiz də oradan götürürlər. Deyirlər ki, hə, sədlərlə qaçış və yaxud da ki, belə düşünürlər ki, hə, sədlərlə qaçış
burada sədd var, tullanmaq varsa, yəqin ki, bu sürət gücdür. Tərkibində sıçrayış elementi var. Mən sizinlə razıyam. Tərkibində sıçrayış elementi var. Müəllimin səsi gəlmədi elə bir. Səsim gəlmir. Dayandı internet. İnterneti dayanır. Hə, səsim gəlirsə davam edeyim. Hə, deyir ki, gəlir səsim əlinə, bir dənə mənə deyin. Bəli. Hə, Bəli. deyir ki, sürət Gəlmir. səddlərlə qaçışın tərkibində mən sizinlə razıyam. Sıçrayış elementləri var. Deyək ki, səddlər üstündən tullanıb qaçmalıdır bu adam. Başa düşdüm. Bunları götürüb deyə bilərsiniz ki, deyirsiniz ki, bu səddlərlə qaçış sürət gücü aiddir. Amma gəlin biz oradakı detallara baxaq. Səddlərlə qaçışda bir video atmışdım qrupa. Baxmısınız o videoya? Atmışlar. Aha. Deyir ki, səddlərlə qaçışda biz atletika bölməsinə keçəndə daha dərinliyinə keçəcəyik, bunları öyrənəcəyik. Amma ümumi olaraq məlumat kimi deyirəm. Biz bilirik ki, 100 metr, 110 metr, 200 metr və 400 metr səddlərlə qaçış keçiriləcəyi məsafə, düzdürmü? Bunlar da qısa məsafələrdir və bu qısa məsafələr ümumiyyətlə adlandırılır ki, sprint qaçışlardır. Sprint qaçışlar biz bilirik ki, sürət hərəkət qabiliyyətini inkişaf elətdirər. Daha dərinə geçsək, səddlərlə qaçış maksimal sürəti inkişaf elətdirər. Hə, tərkibində sıçrayış elementi var. Deyək ki, səddlər üstündən tullanıb qaçmaq var. Amma məqsədə baxırıq. Məqsəd nədir? Vaxt vahidi ərzində, zaman ərzində qaçmaqdan söhbət gedir. Yəni, necə deyim, Lord ilə başlasam sizə. Mən tək belə keyfimlə qaça-qaça, tullana getmirəm ki, o səddlərin üstündən. Yarışdır, 6 nəfər, 7 nəfər, 8 nəfərlik eyni vaxtda starta başlamışıq, aşağı startdan deyək ki, başlamışıq qaçışa, səddlərin üstündən açıb, məqsəd nədir? Mümkün qədər az qısa vaxt ərzində hərəkət fəaliyyəti yekunlaşdırmaq, yəni qaçışı bitirmək. Az vaxt ərzində o qaçışı bitirmək ki, yəni birinci yerə çıxıb, düzdürmü? Yəni məqsəd davam edək məndə. Yəni məqsəd qısa vaxt ərzində məsafəni bitirməkdir. Ona görə burada maksimal sürətdən söhbət gedir. Yəni bir sədddən idmançı bir səddin üstündən keçdi, sürətləndi, o birisi səddin üstündən keçdi, sürətləndi. Yəni görürsünüz, sürətlənmələr, sürətli qaçış var. Məqsəd budur. Ona görə, o dediklərimizdən bağlı onu deyəcəkdim ki, sıçrayış var, falan var. Bəs sürət hərəkət qabiliyyətinin digər hərəkət qabiliyyətlərlə əlaqəsində biz demirdikmi ki, sürət hərəkət qabiliyyəti sürət, güc, qüvvə və çevikliklə sıx bağlıdır. Yəni, sürəti inkişaf elətdirmək üçün sürət gücün komponentlərindən də, elementlərindən də istifadə edəcəyik. Bunlar olmalıdır ki, bunu inkişaf elətdirək. Və yaxud da çevikliyin tərkib hissəsindən komponentlərindən istifadə eləməliyik ki, onlar da inkişaf etməlidir ki, sürət hərəkət qabiliyyətini inkişaf elətdirək. Və yaxud da ki, qüvvə inkişaf etməlidir ki, deyək ki, sürət hərəkət qabiliyyəti inkişaf etdirilsin. Yəni, bunlar bir-birindən hərəkət qabiliyyətlər sıx bağlıdırlar. Xüsusən də sürət hərəkət qabiliyyətidir ki, sürət güc və qüvvə hərəkət və çeviklik hərəkət qabiliyyətlə bağlıdır. Yəni, tərkibində sıçrayış elementi olduğuna köklənmirik. Biz məsələnin, belə deyək, məğzinə baxırıq ki, bu bizdən nə istəyir? Məsafəni mümkün qədər qısa vaxt ərzində başa vurmaq. Yəni, səddlərlə qaçışın məqsədi budur. Qısa məsafədir, açıqlamasında bir dayan ümumiləşdirək. Qısa məsafədir, vaxt ərzində qaçışdır. Tərkibində sıçrayış elementləri olsa da, bu sürət hərəkət qabiliyyətinə aiddir. Yaxşı müəllimlər? Aydındır mənim. Əla. Deməli, sürət güc, sürət hərəkət qabiliyyəti haqqında danışdıq. Bugün yeni mövzumuz bədənin əyilgənlik qabiliyyətidir müəllimlər. Bədənin əyilgənlik qabiliyyəti ümumiyyətlə nədir? Əyilgənlik nədir? Yəni elastiklik nədir? Dayaq hərəkət aparatının bir xüsusiyyətidir. Hərəkətlərin mümkün olan geniş amplituda ilə icrası qabiliyyətidir. Hərəkətlərin mümkün olan geniş amplituda ilə icrası qabiliyyəti bədənin əyilgənlik qabiliyyətidir. Yəni amplituda deyəndə, müəllimlər, hərəkətləri lazım olan, yəni maksimum genişlikdə, yəni sərbəst, tam dəqiq şəkildə yerinə yetirmək bacarığı, amplituda budur. Yəni, məqsədə uyğun, səmərəli nəticə verənə qədər genişlik. Başa düşdünüz məni?
Yəni zəruri amplituda, maksimum amplituda budur, genişlik. Bu əlcənlik qabiliyyəti. Əlcənlik qabiliyyətinin ümumiyyətlə inkişaf etməsə nələr baş verər? Baxın, bir dənə o söz deyim ki, əlcənlik qabiliyyəti biz deyirik ki, dözümlülük və çeviklik hərəkət qabiliyyəti ilə sıx bağlıdır. Dözümlülük və çeviklik hərəkət qabiliyyəti ilə. Ona görə deyirik ki, əlcənlik kifayət qədər olmazsa, hərəkətin koordinasiyası çətinləşər. Yəni dəqiqlik çətinləşər. Yer dəyişmə sərbəstliyimiz azalar. Çeviklik komponentini oxuyanda, çeviklik hərəkət qabiliyyətini oxuyanda başa düşəcək ki, söhbət nədən gedirdi. Koordinasiya çətinləşəcək, yer dəyişmə sərbəstliyi azalacaq. Yəni bunlar bir-birindən bağlıdır. Adətən əyilgənlik deyirik ki, 6-12 yaş uşaqları daha intensiv inkişaf edəcək. Yəni daha sürətlə inkişaf edəcək. Digər yaş qruplarında da əlcənliyi inkişaf elətdirəcək. Amma adətən əlverişli yaşlı uşaqlarda daha intensiv, 6-12 yaşda daha intensiv şəkildə inkişaf edilir əlcənlik qabiliyyəti. İndi məsələ, əsas məsələ. Deyirik ki, əyilgənliyin, digər hərəkət qabiliyyətləri kimi, əlcənliyin də tərkib komponentləri və növləri var. Əyilgənliyin ümumiyyətlə növləri deyərkən nəzərdə salın. Əyilgənliyin 2 növü var. Fəal əyilgənlik və qeyri-fəal əyilgənlik. Əyilgənliyin təzahür forması deyərsə, burada dinamik və statik hərəkətlər götürəcək. Əgər sual bizdən sırf əyilgənliyin növünü soruşarsa, əyilgənliyin növü olaraq deyəcək ki, fəal və qeyri-fəal əyilgənlik. İndi əyilgənliyin tərkib komponentini bilədiyimizdə, komponenti soruşarsa, deyəcək ki, oynaqların mütəhərrikliyindən və əzələ bax aparatının elastikliyi. İndi oynaqların mütəhərrikliyi və əzələ bağ aparatının elastikliyi nədir? Bir dənə qısa olaraq bunu da deyək, davam edək. Oynaqların mütəhərrikliyi, yəni mümkün qədər genişliyi, hərəkətliliyi deyək, hərəkətliliyi, oynaqların hərəkətliliyi, əzələ bağ aparatının elastikliyi deyərkən, yəni əzələ bağ aparatı bilirsə nədir? Sümüklərin, əzələlərin olan birləşdiyi bir kompleksdir bu. Əzələ bağ aparatının elastikliyi. Bunlar tərkib komponentidir, yəni əyilgənliyin komponenti. 2 cür olacaq. Daha sonra deyirik, əyilgənliyin təzahür forması. Baxın, təzahür forması deyək nə deyir? Təzahür, yəni kənardan bir növ belə deyək, görünüşü də təzahür. Necə əyilgənlik necə görsənə bilər, necə ola bilər? Bu halda deyirik ki, əyilgənlik yəni dinamik və statik hərəkətlərdən ibarət ola bilər. Dinamik indi bu 2-2-ləri yadda saxladıq. 3 dənə 2. Komponent 2. Oynaqların mütəhərrikliyi, əzələ bağ aparatının elastikliyi, növü, əyilgənliyin növü, fəal əyilgənlik və qeyri-fəal əyilgənlik, əyilgənliyin təzahür forması dedikdə dinamik hərəkətlər və statik hərəkətlər. Bunları yadda saxladıq müəllimlər. İndi keçirik detallarına baxmağa. Detallarına baxırıq. Deyirik ki, fəal əyilgənlik nədir? Hərəkətlər, yəni idmançının əzələ gücü hesabına geniş amplituda ilə icra olunacaq. İdmançı özü eləyəcək. Kənardan heç bir müdaxilə, heç bir kömək yoxdur burada. Fəal əyilgənlik açıqlaması budur. İdmançının öz əzələ gücü hesabına geniş amplituda ilə icra olunması. Qeyri-fəal əyilgənlikdə isə kənardan bir dartma qüvvəsi, yəni deyək ki, müəllimin köməyi ilə və yaxud da hansısa yoldaşın bir köməyi ilə icra olunan hərəkətlər. Bunlar olacaq qeyri-fəal əyilgənlik. Deyirik ki, qeyri-fəal əyilgənlik, aydın məsələ, fəal əyilgənlikdən həmişə böyük olacaq, böyükdür. Yəni, təsəvvür edin də bir yoldaş, müəllim bizə kömək eləyir. Biz daha çox, deyək ki, dartına bilirik, daha çox əyilə bilirik. Aydındırmı? Amma özümüz nəyisə eləyə bilirsə, məsələn, deyək ki, bizi kənardan dəstək olmadan, biz əyilib barmağımızın ucunu, əllərimizi barmaqlarımızın ucuna çatdırmağa çalışırıq. Biz bunu, yəni, maksimum edə biləcəyimiz qədər eləyirik. Amma bizə bir kənardan kömək olanda, yəni bizi deyərlər, orada dediyimiz saxlasalar, kimsə kömək eləsə, biz bunu daha çox eləyə bilərik. Yəni, daha çox əllərimizi aşağı çatdıra bilərik.
Ona görə deyir ki, qeyri-fəal bu əyilmə, qeyri-fəal əyilmə, fəal əlcəkdən həmişə böyük olacaq. Yəni açıqlaması, cümlənin açıqlaması budur. Bir də deyir ki, fəal əyilgənlik, qeyri-fəal əyilgənlik, ümumiyyətlə əyilgənlik təzahür formasına görə iki cür olacaq. Dinamik və statik. Baxın, elə o fəal əyilgənliklərdə, yəni dinamik hərəkətin nə olduğunu başa düşək. Dinamik hərəkətlər, yəni bu hərəkətlərin icrası statik əyilgənlik isə bədənin vəziyyətində təzahür edir. Yəni bir hərəkətlilik var, bir hərəkətliliyin içərisində əyilmələri nümayiş elətdirir, görə biliriksə, bu artıq burada dinamik hərəkətdən, dinamik əyilgənlikdə söhbət edəcək. Amma statik əyilgənlikdə isə hansısa bir konkret bir vəziyyətdə, hansısa bir duruşdan söhbət edəcəksə, bu əyilmə statik əyilmə olacaq. Ümumiyyətlə, əyilmə qabiliyyətinin inkişaf üçün deyir ki, hərəkətlərin 40% adətən dinamik, 20% statik olarsa, bu daha səmərəli olar. Yəni, fəal əyilgənlik, fəal hərəkətlər, dinamik hərəkətlər daha çox olarsa, bu daha effektiv olar. Əyilgənlik qızlarda oğlanlara nisbətən əyilgənlik qabiliyyəti daha yüksək olur. 20-30% daha yüksək olur. Deməli, əyilgənliyin inkişafı üçün, elastikliyin inkişafı üçün nələr lazımdır? Yəni, resurslara nələr daxildir? Resurslar deyərkən, nələr lazımdır, nələr daxildir əyilgənliyin inkişafına? Birinci növbədə, geniş amplitudalı holaylandırma hərəkətləri. Bu geniş amplitudalı holaylandırma hərəkətlərini dərkən də orqanizmin qızışmasını təmin eləmək lazımdır. Yəni, orqanizm maksimum isinmə hərəkətləri maksimum verilməlidir. Ondan sonra geniş amplitudalı holaylandırma hərəkətləri olmalıdır. Yəni, aydın məsələdə hansısa bir çıxıq və s. olmasın deyə. Təhlükəsizlik qaydalarına riayət olunmalıdır və s. Yəni, isinmə hərəkətləri, hansısa bir zədələnmələr olmasın deyə isinmə hərəkətləri, qızışma hərəkətləri verilməlidir mütləq. Əyilmələr, dönmələr, fırlanmalar, burulmalar, ağırlıqlar, kənarlar köməyi ilə əyilmələr, yəni o qeyri-fəal əyilmədəkilər, dartmalar deyək, sonra yeriş, qaçış, onlardan ibarət dinamik hərəkətlər, aşağı ətraflarının geniş amplitudalı yellənmə hərəkətləri, bütün bunlar daxildir resurslara, yəni əyilgənliyi inkişaf etdirmək üçün olan elementlərə, hərəkətlərə, nələr daxil? Daha sonra gimnastika divarında hərəkətlər olsun, dinamik statik hərəkətlər kompleks olsun, köməklə, ağırlıqlarla və ya hansısa rezinlə və s. dartmalar, bütün bu hərəkətlər daxildir bu resurslara, yəni əyilgənliyi inkişaf etdirmək üçün olan resurslara. Bir də bir nüansı yadda saxlayaq, turnikdə müəllimlər, turnik alətində sallanma. Bu sallanma elementi görəcəksə, sallanma əyilgənliyə daxildir. Yəni, aydın məsələ, oynaqlardan söhbət edir. Amma dartınma artıq, turnikdə dartınma bu qüvvə hərəkət qabiliyyəti ilə bağlıdır. Dartınma testlərdə görsək, bunu əyilgənliyə yox, qüvvə hərəkət qabiliyyətinə bağlayacaq. Amma yalnız sallanma deyirsə, məsələn, qarşımıza belə bir sual çıxa bilərdi də, səhv eləmirəmsə də belə bir suallar düşübdür. Qolların bədən çiyin səviyyəsində və orqanizm çiyin səviyyəsində saxlanılması və s. bax, belə bir formada. Yəni, saxlanılması aydın məsələdə artıq söhbət edir, sallanmadan söhbət edir. Yəni, sallanıb dayanmışam. Bu, əyilgənlik qabiliyyətidir. Əyilgənliyin təzahürü, yəni əyilgənliyi, belə deyək, necə görə bilərik? Əyilgənliyin inkişaf elətdirmək üçün nələr lazımdır? Nələr olmalıdır? İnsanı əhatə edən xarici mühit. Bu xarici mühit əyilgənliyin inkişafına, yəni və yaxud da inkişaf etməməsinə deyək ki, təsir göstərə bilən amillərdəndir. Havanın temperaturu. Bu mütləq nəzərə salınır. Havanın temperaturu. Adətən isti havalarda havanın deyək ki, 20-30 dərəcədə əyilgənlik daha yüksək olur. Daha aşağı temperaturda əyilgənlik qabiliyyəti zəif olur. Ona görə təzahür dedikdə, yəni nələr daxil dedikdə, havanın temperaturu insanın əhatə edən xarici mühiti ümumi olaraq yazırıq, bunu ümumi olaraq deyirəm.
günün vaxtından, yəni günün vaxtında adətən günün səhər saatlarında əyilgənlik daha aşağı olacaq. Deyək ki, gün ortadan sonra axşam saatlarında əyilgənlik daha yüksək olacaq. Qızışdırıcı hərəkətlərdən aydın məsələ qızışdırıcı isinmə hərəkətlərinin maksimum verilməsi və sair yazmışam orada. Əlavə olaraq yenə deyirəm genetik faktorlardan və yaxud da ki, daha bir əlavə eləyək, deyək ki, qadınlarda bayaq dedik, kişilərdən nisbətən əyilgənlik daha çoxdur. Yəni cinsi mənsubiyyətdən və s. Bunlar əyilgənliyin təzahürü formasına aid deməlidir. Deməli, bir də əyilgənlik qabiliyyətini, əyilgənliyi inkişaf elətdirmək üçün nələrdən asılıdır əyilgənlik? Yəni, nələr olmalıdır? Baxın, bir növ o birinci əsas girişdə dediyimiz kimi, əyilgənlik qabiliyyətinin bağlı olduğu digər hərəkət qabiliyyətlər. Düzdür? İndi bunlarda nələrdən, hansı amillərdən asılıdır? Açıqlama formasında deyirəm. Deyirəm ki, hərəkətdə iştirak edən oynaqların mütəhərrikliyindən, əzələ bağ aparatının elastikliyindən, əzələ daxili koordinasiyadan, antagonist və sinergist əzələ arasında koordinasiyadan, ətraf mühitin temperaturundan, hərəkətin icrasından əvvəl orqanizmin kifayət qədər qızışdırılmasından, əzələ boşalması qabiliyyətindən, əzələlərin boşalma qabiliyyətindən və s. Bunlardan asılıdır əyilgənlik qabiliyyətinin inkişaf etdirilməsi. Yəni, bunlar olmalıdır ki, əsas şərtlərdir ki, əsas amillərdir ki, bunlar nəzərə alınmalıdır əyilgənlik qabiliyyətini inkişaf etdirilərkən. Əyilgənlik qabiliyyəti ilə bir də ümumiləşdirək. Deyirəm, əyilgənlik qabiliyyəti növ olaraq soruşsa əyilgənliyin neçə növü var? 2 növü götürəcəyik. Fəal əyilgənlik, qeyri-fəal əyilgənlik, əyilgənliyin təzahür forması soruşsa 2 götürəcəyik. Dinamik və statik hərəkətlər və əyilgənliyin komponenti, oynaqların mütəhərrikliyi, əzələ bağ aparatının elastikliyi. Yaxşı müəllimlər, əyilgənliklə bağlı qaranlıq qalan bir nüans varsa deyin. Sualınız varmı? Sual var müəllimlər? Müəllimə, xeyr müəllim. Sualınız yoxsa mənim sizə 10 sualım var.